Şəhid övladları üçün təşkil olunan Yaşad düşərgəsi davam edir. Şəhidlərimizin əmanətləri müxtəlif fiziki və komanda oyunlarında iştirak eləyərək çeviklik və liderlik bacarıqlarını inkişaf etdiriblər. Yaşad Fondunun və Asan Könülləri Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən 5-ci Yaşad düşərgəsinin 3-cü həftəsi iştirakçılar üçün zəngin və maarifləndirici proqramlarla yadda qalıb. Düşərgənin növbəti günlərində uşaqların psixoloji rifahının gücləndirilməsi məqsədi ilə peşəkar psixoloqların iştirakı ilə qrup terapiyaları təşkil olunub. Görüşlər zamanı iştirakçılar emosiyalarını ifadə etmək, bir-birləri ilə ünsiyyət qurmaq və müxtəlif psixoloji dəstək metodları ilə tanış olmaq imkanı əldə ediblər. Həftə çərçivəsində uşaqlar üçün ekoloji maarifləndirmə təlimi və ustad dərsi, ağız və diş sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirici təlim təşkil edilib. Mən bu düşərgədə ilk dəfədir oldum və burada maraqlı təlimlər keçirilir və mən idmanla məşğul olduğuma görə dostlarımla axşam futbol oynayıram. Burada könüllərimiz çox yaxşı davranır bizə, bizə çox maraqlanırlar. Burada hovuz olur. Mən hovuza girməyi çox sevirəm. Sonra biz həyətə düşürük, voleybol oynayırıq. Bizim rəhləmələrimiz oldu bugün. İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədi ilə hovuz saatı, açıq hava şəraitində kino nümayişi təşkil olunub. Şəhidlərimizin əmanətləri müxtəlif fiziki və komanda oyunlarında iştirak edərək çeviklik və liderlik bacarıqlarını inkişaf etdiriblər.